Parklarda bitən bu gül xərçəngi 48 saata məhv edir. Sosial şəbəkələrdə zəncir otu kökü 48 saat ərzində xərçəng hüceyrələrinin 98%-ni məhv eləyir iddiası geniş yayılıb. Aparılan araşdırmalar isə bu məlumatın elmi cəhətdən tam sübut olunmadığını göstərir. Mütəxəssislər bildirib ki, zəncir otu bitkisinin bəzi faydalı xüsusiyyətləri olsa da, onun xərçəng xəstəliyini müalicə etdiyini təsdiqləyən klinik sübutlar mövcud deyil. 2016-cı ildə Kanadanın Windsor Universitetinin alimləri zəncir otu kökü ekstraktının laboratoriya şəraitində, yəni in vitro təcrübələrdə yoğun bağırsaq xərçəngi hüceyrələrinin böyük hissəsini məhv etdiyini müşahidə edib. Lakin bu nəticələr insan orqanizmi üzərində aparılan klinik sınaqlarla təsdiqlənməyib. Alimlər ekstraktın yalnız kimyaterapiya ilə yanaşı köməkçi vasitə kimi araşdırıldığını vurğulayıb. New Yorkdakı Sloan Kettering Memorial Xərçəng Mərkəzindən bildirilib ki, zəncir otu kökü ekstraktının insanlarda xərçəngi sağaltdığını sübut edən etibarlı tədqiqat yoxdur. Həkimlər xəbərdarlıq edir ki, bitki mənşəli vasitələrin əsas tibbi müalicənin əvəzinə istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislərin qənaətinə görə yayılan iddia manipulyattiv və qismən yanlışdır.